Deyə bilmirəm. Aha. Baxırıq elastiklik qüvvəsinə. Deməli, biz bu mövzuya başlamamışdan əvvəlcə biz bilməliyik ki, deformasiya nədir? Deformasiya. Uşaqlar, deformasiyanın iki növü var. Elastiki deformasiya, var plastiki deformasiya. Ümumiyyətcə, bəs deformasiya nədir? Deformasiya, belə deyək də, hər hansı bir xarici qüvvənin təsiri ilə cismin forma və ölçülərinin dəyişməsidir. Məsələn, yayın dartılması, sıxılması, rezin topun əzilməsi və yaxud da dəmirin əzilməsi, əyilməsi və s. Plastilindən müəyyən bir fiqur düzəldirsənsə, bu da bir deformasiyaya məruz qalmış bir cismə nümunədir. Və ümumiyyətcə deformasiyanın iki növü olur. Elastiki və plastiki deformasiya. Bu xarakterci bölünmələrdir. Əgər təsir kəsiləndən sonra cisim öz köhnə vəziyyətini bərpa edə bilirsə, yəni öz başına kənar müdaxilə olmadan öz əvvəlki vəziyyətini bərpa eləyirsə, bu elastiki deformasiyadır. Bərpa edə bilmirsə, olacaq plastiki deformasiya. Məsələn, maşınlar qəzaya məruz qalırlar, avariya olur və nə olur? Bunlar toqquşur, əzilir, forması filan dəyişir. Burada kənar müdaxilə olmazsa əgər, o maşının xarici görünüşü əvvəlki halına qayıda bilmir. Bax, bu plastiki deformasiyadır. Və yaxud da plastilinin hər hansı bir fiqur düzəldirsiniz, o öz başına köhnə vəziyyətinə qayıda bilmir. Bu olacaq plastiki deformasiya. Elastiki deformasiya odur ki, bu cisimlər öz formasını asanlıqla bərpa edə bilirlər. Məsəl üçün, yay, rezin yay. Bunu siz dartırsınız və ya sıxırsınız, əlinizə çəkən kimi əvvəlki vəziyyətinə qayıda bilir. Və bu cisimləri əvvəlki vəziyyətinə qaytarmağa çalışan qüvvə elastiklik qüvvəsi adlanır. Məsəl üçün, siz buna bir formasını dəyişirsiniz, müəyyən bir təsir göstərirsiniz, siz bunu əzdiniz, düzdürmü? Bu sizin təsirinizdir, qüvvənin istiqamətidir. Amma elastiklik qüvvəsi, bir dəqiqə, elastiklik qüvvəsi necə olacaqdır? Bunu köhnə vəziyyətinə qaytarmağa çalışacaqdır. Yəni, F elastiklik bizim təsir etdiyimiz qüvvənin əksinə doğru yönəlir. Ona görə də elastiklik qüvvəsinin üstünə bir mənfi işarəsi olacaqdır. Yəni, F elastiki bərabərdir mənfi K vur delta X olacaqdır. Gəlin baxaq ki, bu K nədir? Bu K burada adı sərtlik əmsalıdır. Sərtlik əmsalı. F burada bildik nədir? Elastiklik qüvvəsidir. Biz buradan K-nı tapsaq nə olur? F bölünsün delta X-dir. Gəlin baxaq ki, delta X nədir? Delta X burada hər hansı bir cismin mütləq uzanmasıdır. Yəni, məsəl üçün, bu yaydır. Buradan bir cisim asmışam. Mən bunu dartıb uzatdım. Tutaq ki, gəldi bax bura. Nə qədər uzandı? Bax, bu qədər uzandı, gördünüzmü? Və yaxud da sıxa bilərsiniz. Bax, bu bunun uzunluqlar arasında, yəni başlanğıc və son uzunluğu arasındakı bir fərqdir. Delta X, X çıxılsın X0 deməkdir. Yəni, mütləq uzanmadır. Onda biz K-nın vahidini çıxartsaq nə olacaqdır? Mütləq uzanma. Newton bölünsün metr yaza bilərsiniz. Və bunu əsas vahidlərlə yazsaq, ixtisar aparsaq yerdə qalır nə? Kiloqram bölünsün saniyə kvadratı. Çünki Newton kiloqram vur metr böl saniyə kvadratına bərabərdir. 1 Newton. Bunu açıb, bax burada yuxarıda yerinə qoyduq. Uşaqlar, burada elastiklik qüvvəsinin qabağında mənfinin nə olduğunu anladıq. Hansı ki, biz cismi sıxanda onu qaytaracaq əvvəlki halına, hətta dartıb uzatsaq da yenə də yığılmaq istəyəcək, köhnə vəziyyətini bərpa etmək istəyəcəkdir. Burada deməli, bizim bu F-in X-dən asılılığı, qabaqda da bir mənfi işarəsi olduğuna görə biz çəkəcəyik bunu ikinci, dördüncü rüblərdən. Bax, bu formada bir qrafik. Baba, bu hissəsi sıxılma hissəsidir, sıxılma. Bu hissəsi isə uzanma hissəsidir. Amma
Mənfiyə görə belə də, əgər biz məsələ filan yazırıqsa, o zaman bunu biz modulda işləyəcəyik. Yəni onda olur k vurulsun delta x. Bu zaman isə f-in x-dən asılılığı olacaqdır. Bax bu formada düz asıllıq. Bu belə. Sonra indi burada nəyə fikir verək? F x-dən asıllığını çəkdik. Bəs yaxşı, k ilə necə asılıdır? Onunla da düz asılıdır. Onda mən burada f-in həm də k-dan asıllığını çəkə bilərəm. O da olacaqdır, bax belə düz asılılıq. Yəni nə qədər çox sərt bir cisimdən biz yayı hazırlasaq materialını, bir o qədər daha çox qüvvə tətbiq edib onu ya uzada bilərik, ya sıxa bilərik. Bax belə. Sonra uşaqlar, burada K sərtlik əmsalı qüvvədən və uzunluqdan asılı deyil. Sərtlik əmsalı kütlədən də asılı deyil. Yəni sən yaydan 5 kiloqram, 3 kiloqram cisim asmaqla bunun materialının quruluşunu dəyişə bilməzsən. Ona görə deyirik ki, sərtlik əmsalı elastik qüvvəsindən, mütləq uzanmadan, kütlədən asılı deyil. Yalnız və yalnız materialın növündən və həndəsi ölçülərdən asılıdır. Yazıram burada da. Material növündən və həndəsi ölçülərdən asılıdır. Bunun da bu formada ifadə edirik. K bərabərdir. S vurulsun Y bölünsün L0. Bax, bu düsturda gördüyünüz kəmiyyətlərdən asılıdır. Bunu da açsaq, bax, buradakı S var ha. Həmin, bax, bu purjun deyək də, bu yayın. Bax, buradakı, bax, bu diametridir. S sahəsi daha doğrusu. S burada sahədir. Y burada Young moduludur və Young modulu materialın növünü xarakterizə eləyir. Young modulu. Sonra L0-dakı həmin bax bu başlanğıc uzunluqdur. Belə. Bunlardan asılıdır. Lazım olsa bu S-i aça bilərsiniz. Pi R-in kvadratı və yaxud da pi vur D-nin kvadratı bölünsün 4. Bu formada aça bilərsiniz. Ona görə də K-nın asılı olduğu kəmiyyətləri çəksək, deməli, R-dən və diametrdən kvadratik düz asılıdır bu formada. Sonra, əgər ki, bizim yayımız, bax burada, fikir verirsiniz, burada bizim yay müəyyən bir qüvvənin təsiri var. Aşağıya doğru bir ağırlıq qüvvəsi təsir eləyir. Bu yayı yuxarıya da dartan bir elastiklik qüvvəsi var. Əgər bax bu sistem tarazlıqdadırsa, yəni yay və yük birlikdə tarazlıqdadırsa, hərəkət etmirsə, onda biz deyəcəyik ki, elastiklik qüvvəsi, yəni Kx bərabərdir ağırlıq qüvvəsinə. Lazım olarsa bu şərtdən də M-i, J-ni, X-i və ya K-nı təyin eləyə bilərik. Yox, desəm ki, burada cisim A təcillə yuxarı hərəkət edir, onda Kx bərabərdir M vur J üstəgəl A ifadəsinə təyin eləyə bilərəm. Əgər aşağı hərəkət edirdirsə, onda Kx bərabərdir M vurulsun J çıxılsın A ifadəsi ilə təyin eləyə bilərik. Burada yazıram A təcillə yuxarı, burada da yazıram A təcili ilə aşağı hərəkət etdikdə. Bu da belə. Asılı olduğu kəmiyyətləri də yazdıq. S-dən və D-dən necə asılıdır yazdım. Uşaqlar, Young modulu da, yenə deyirəm, materialın növünü xarakterizə eləyir və belə deyək də, tutaq ki, alüminium olanda Young modulunun qiyməti başqadır. Misdən hazırlanırsa, tutaq ki, onun K-sının, Y-nin qiyməti başqadır və Young modulunun da vahidi 1 paskaldır. Bu, belə deyək də, bax, bu hissə üçün biz birinci hissənin sonlarına yaxın bərk cisimləri, xassələri adında bir mövzumuz var. Orada daha geniş və ətraflı keçəcəyik. Sadəcə niyə burada bu hissəni mən sizə danışıram? Çünki bizim bu suallarımızın içində, məsəl üçün testlər işləyəcəyik sizlə qarışıq falan, içində bu tipdə suallar var bir-iki dənə. Amma daha çox bu mövzu ilə bağlı sualları
yəni bu çərçivəyə aldığım hissə ilə bağlı sualları bərk cisimlərin xassələri mövzusunda tanış olacaqsınız. Bu da belə. Bu sizin elastik qüvvəsinin izahı idi.